2022-ci il 2-ci qəbul 1A. Qulaq asaq uşaqlar. Birinci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AMS qövsü 40 dərəcədir. Bura yazıram 40 dərəcə. DMB qövsü 80 dərəcədir. Burada yazıram 80 dərəcə. BK 8-dir. BK-ya yazdım 8. OK 4-dür. Burada yazdım 4. AK-nı tapın. AK-ya da yazaq X. İndi diqqətiniz məndə olsun uşaqlar. DKB bucağı. De bax bu bucaq. Bu bucağı tapmaq olar. Qarşısındakı qövslərin cəminin yarısıydı. Deməli 40 dərəcə ilə 80 dərəcəni toplayıb bölürəm 2-yə. Nə tapılır? Tapılır 60 dərəcə. İndi bura 60 dərəcədir. Və O'dan AB-yə mən bir dənə hündürlük çəkirəm. O'dan AB-yə hündürlük çəkəndə, bura bir dənə H deyə istəyirsiniz. O'dan AB-yə hündürlük çəkəndə 90-60-33 bucağı yaranır. Çünki bu O bucağı olur 30 dərəcə. Və 90-ın qarşısı 4-dür deyə 30-un qarşısı nə qədər olacaq? 2. KH hissəsi oldu 2. HB hissəsi nə qədər olar onda? Olacaq 6. Çünki KB 8 idi axı. İndi AB vətərdir, OH isə mərkəzdən çəkilən hündürlükdür. Onda belə çıxır ki, AH ilə HB bir-birinə bərabər olmalıdır. AH-mız nə qədərdir? Hal-hazırda görünür. AH, A-dan H-a qədər olan məsafə. X üstə gəlinsin 2-dir. Bəs HB nə qədərdir uşaqlar? 6. Buradan da X-i tapmış olursunuz 4. Birinci sualda cavabımız oldu Y variantı. Aydın oldu mu? Bu imtahanın ən çətin sualı buydu. Digərləri bundan rahatdır. İkinci sual. İkinci sual. Deyir, bütün üzləri bərabər tərəfli üçbucaq olan piramidanın oturacağı daxilinə çəkilmiş çevrənin radiusu köşkdə 3 cm olarsa, onun tam səthinin sahəsini tapın. Uşaqlar, bir dənə piramida çəkirəm. Bütün üzləri bərabər tərəfli üçbucaq. Onda bunun adına həm də nə demişdik uşaqlar? Tetraeder demişdik. Tetraederdə bütün üzlərdə bu sahələr bərabərdir. Biri arxa üz, biri də əslində S yazmasam da olar. Neçə dənə üz var uşaqlar? 4 dənə üz var. Onda deyəcəm ki, S tam bərabərdir 4 dənə S üz. İndi, oturacağının daxilinə çəkilmiş çevrənin radiusu köşkdə 3-dür. Oturacağının daxilinə bir dənə çevrə çəkək. Bu çevrənin radiusunu bizə veriblər kök altında 3. Və mən bunlara A demiş olsam, onda kiçik yer düsturu necə idi? Köşkdə 3 bərabər idi. A köşkdə 3 bölünsün 6. Köşkdə 3-lər gedəcək. A-mız nəyə bərabər oldu? 6-ya. Bəs bərabər tərəfli üçbucaqda sahə necə tapılırdı uşaqlar? A kvadrat köşkdə 3 bölünsün 4. Onda yazıram 6-nın kvadratı 36. Vur köşkdə 3 böl 4. Bu da mənə nəyi verdi? 9 köşkdə 3-ü. Bir üzün sahəsi 9 köşkdə 3-dürsə, onda S tammız 4 dənə S üzü idi axı. 4 dənə 9 köşkdə 3 olacaq. Cavabımız nə oldu? 36 köşkdə 3. İkinci sualda cavab oldu A variantı. Başa düşdüyümü? Tamam. Davam edirik. Hə. Bəli, çünki 4-ü də bir-birinə bərabər olan üzlər oldu. Məsələn, şərtini elə deyirdi. Üçüncü sual. 4 üstü x bərabər 18. Uşaqlar, 4-ün üstü x bərabər 18-dirsə, buradan x-in təxmini qiyməti 2 tam nə qədərdirsə. Çünki 2 olanda bizə neçəni verəcək? 16-nı, 3 olanda 64-ü. Amma 18, 16 ilə 64 arasındadır 2 tam nə qədərsə. İndi 3y əgər 30-dursa, onda y-in təqribi qiyməti olacaq 3 tam nə qədərsə. İndi bunu biləndən sonra modulda x çıxılsın 3. Əgər x-imiz 2 tam nə qədərdirsə, demək ki, bunun qiyməti mənfi olur. Moduldan çıxardanda əksini yazacağam. Yazıram 3 çıxılsın x. Üstə gəlinsin.
Sonra x çıx y-ə baxaq. İşarəsi sizdə mənfidir. Çünki x y-dən kiçik ədəddir. Onda bunun yerini dəyiş. Y çıx x. Sonuncusuna baxsam, y çıxılsın 4 yazıb. Y 3 tam nə qədərsə, demək ki, bu da mənfidir. Onda bunun yerini dəyişəcəm. 4 çıxılsın y. Buradan nələr baş verdi? Sadəcə y-lər gedir. 3 ilə 4, 7. Mənfi x ilə mənfi x də mənfi 2x. Cavabımız oldu 7 çıx 2x, yəni A variantı. Aydındır. Dördüncü sualımız gəlir. Kökləri 3 i və 3 çıx i olan kvadrat tənliyi göstərin. Uşaqlar, tənliyin kökləri x1 və x2 olduqda, onda biz kvadrat tənliyi necə qururduq? Kökləri toplayırdıq, əksini x-in əmsalına yazırdıq. Vururduq, olduğu kimi sərbəsəddə yazırdıq. İndi x1 ilə x2-nin cəmi mənə nəyi verdi? 6-nı verdi. x1 vur x2 bəs 3 üstə gələk i vurulsun 3 çıxılsın i. Bu da bizə 9 çıx i-nin kvadratını verir. i kvadrat mənfi 1-dir deyə 9 üstə gəl 1, buradan da 10 alındı. Onda yazıram x-in kvadratı. Uşaqlar, cəm 6-dırsa, onda bura nə yazacam? Çıx 6. Hasili isə olduğu kimi üstə gəl 10 bərabərdir 0. Bu hissəyə baxın. Cavabımız nə oldu? Hansı bənd? Cavabımız oldu Y bəndi. Aydınlıqsa keçək 5-ci sualımıza. 5-ci sual. Deyir, qrafiki təsvir olunmuş y bərabər fx funksiyasının böyük fx ibtidai funksiyalarının ümumi şəkli hansıdır? Uşaqlar, gəlin əvvəlcə gördüyümüz bax bu düz xəttin tənliyini yazaq. Məlum məsələdir ki, düz xəttin y oxu ilə kəsməsi b idi həmişə. Demək ki, b-miz bərabərdir 1. X oxu ilə kəsməsi isə mənfi b böl k idi. Onda yazıram, mənfi b bölünsün k bərabərdir mənfi 1. Bu mənfilər gedir, b bərabər oldu k-ya. B-miz 1-dir deyə, demək ki, k-mız da 1 imiş. Və düz xəttin ümumi tənliyi kx üstə gəl b idi. K-nın da b-nin də yerinə 1 qoysam, y bərabər olacaq x plus 1. İndi böyük fx funksiyası bərabər idi integral kiçik fx dx. Xatırlayırsınız bunu məncə. Kiçik fx-in yerinə x üstə gəl 1 qoyun. X üstə gəl 1 dx. Bu da bərabər olacaq. X-in integralı x-in kvadratı bölünsün 2 idi. 1-in integralı x idi və üstə gəlsin s. Hansı bənd? Cavabımız oldu Y variantı. Keçirəm 6 nömrəli sualımıza. 6-cı sual. Funksiyasının qrafikinə absisi x0 bərabər 2 olan nöqtədə çəkilmiş toxunan absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağı tapın. Uşaqlar, sualın tərkibində həm funksiya, həm bucaq var idisə, necə bir tənlik qurmalıydıq? Xatırlayırsınız bunu? F törəmə x0 bərabər idi nəyə? Bucaq var idi deyə həmin bucağın tangensinə. İndi törəməsini tapaq. X-in yerinə 2 qoyaq və tangensə bərabər eləyək. X-in kubu çıxılsın 3x kvadrat üstə gəl x-in törəməsi bərabərdir tangens alfa. Törəməsini deyin. 3x kvadrat çıx. Aha. 6x plus 1 bərabərdir tangens alfa. X-lərin də yerinə 2 qoyun. Çünki x0 bizə 2 veriblər. Onda yazıram. Tangens alfa bərabərdir. 12 çıx 12 üstə gəl 1. Tangens alfa tapıldı 1. Demək ki, alfamız neçə dərəcə imiş? 45 dərəcə. 6-cı sualda cavab oldu B variantı. Keçirəm 7-yə. 7-ci sualımız. Deyir, bərabər tərəfli ABC üçbucağının A və B təpələrindən onun müstəvisinə AA1 və BB1 perpendikulyarları qaldırılmışdır. Uşaqlar, bura olsun A, bura olsun B, burada olsun C. AA1 perpendikulyarını qaldırdım belə. BB1 perpendikulyarını qaldırdım belə.
Olasın. AA1, BB1 hər biri 6-dır. Qeyd edirəm. 6-dır. AB 4-dür. AB 4-dürsə, bu bərabər tərəfli üçbucaq olduğuna görə hamısına 4-lər yazıram. Sonra C nöqtəsi ilə A1, B1 parçasını birləşdirən düz xəttin ABC üçbucağının müstəvisi ilə əmələ gətirdiyi bucağı tapın. Uşaqlar, A1, B1 parçasını birləşdirən düz xəttin orta nöqtəsi ilə C nöqtəsini, gəlin bura bir dənə D deyək, C nöqtəsini birləşdirən düz xətt deyir ki, neçə dərəcə bucaq əmələ gətirir. Bax, bunun burası 90-dır. Bura necə bölünəcək onda? 2, 2-yə bölünəcək. Bu çəkdiyim H deyək buna. DH bir də SH-a baxırsınız uşaqlar. Bizdən bax, bu bucağı soruşurlar. DH-a da 6 yaza bilərəm, razısınız? Bəs yaxşı, SH-a nə yaza bilərəm? Bura hündürlükdür. Bax, bura 4, bura 2 olduğundan SH-a qalacaq 2 kök altında 3. 16-dan 4-ü çıxdım, 12. Bu oldu 2 kökdə 3. İndi alfa bucağının nəyi var? Mənə deyin görün. Qarşısı, bir də bitişiyi var. Demək ki, bunun tangensini tapa bilərəm. Yazıram, tangens alfa bərabərdir. 6 bölək 2 kökdə 3. Buradan bu 2 ilə 6 gedir 3. 3-ü kökdə 3-ə böləndə kökdə 3 qalacaq. Tangens alfamız kökdə 3-dürsə, demək ki, alfamız 60 dərəcəymiş. 7-ci sualda cavab oldu C variantı. Davam edirik. 8-ci sual. Deyir ki, A və B nöqtələri koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrikdə nə baş verirdi? X və Y-də əksinə dəyişirdi. İndi bunun apsisi mənfi 4-dürsə, buradakı apsis olmalıdır müsbət 4. Bunun ordinatı müsbət 3-dürsə, demək ki, buradakı ordinat nəymiş? Mənfi 3. İndi bunlara uyğun tənlikləri yazaq. K'nın kvadratı çıxılsın 7K üstəgəl 14. Dedik ki, 4 olmalıdır. Həmçinin K'nın kvadratı çıx 8K üstəgəl 12 bərabər 3 olmalıdır. Bax, bu tənliklər sistemini həll eləməlisiniz. Bunu da necə eləyərik uşaqlar? Elə tərəf-tərəfə çıxsam, yuxarıdan aşağı çıxın. Yuxarıdan aşağı çıxanda K kvadratlar gedirmi? Mənfi 7K, bura mənfi 3-dür. Mənfi 7K çıx mənfi 8K. Bizə nə verdi? K-nı. 14-dən 12 çıxanda 2. 4-dən mənfi 3 çıxanda qaldı 7. 2-ni də bu tərəfə keçirdim. K-mız tapıldı 5. 8-ci sualda cavab oldu B variantı. Növbəti gəlir 9-cu sualımız. Tənliklər sistemini həll edin. Uşaqlar, ikincisinin hər birini gəlin 3-ə vuraq, birincisinə də dəyməyək. 3-ə vurma səbəbi nədir? İkincisində deməli 3y alınsın. 3x üstəgəl 3y bərabərdir 6. Tərəf-tərəfə toplasam 3y-lər getdi. 10x bərabər 10-dan. X-i tapdım 1. Tapdığım bu 1-i də gətirib ikincisində yerinə qoysam, ikinci tənlikdə. 1 üstəgəl y bərabərdir 2-dən. Y də 1 tapılacaq. Demək ki, tənliklər sisteminin həlli 1-1 olar. O da hansı bənddədir? B variantında. Aydın oldu. Davam edirik. 10 nömrəli sualımız. 10-cu sual. Görün nə deyir? Deyir, M parametrinin hansı müsbət qiymətində fx və gx funksiyaları üçün fgx bərabər gfx olar. Uşaqlar, fgx-i tapmaq üçün qayda belə idi ki, f-dəki x-in yerinə gətirib gx-i qoymalısınız. F-dəki x-in yerinə yazıram 3 vurulsun. Bu x-in yerinə gx-i qoyuram. Yəni, mx üstəgəlsin 6. Üstə gəlim. Bu bizə deməli fgx-i verdi. Bu məntiqlə gfx necə qurular bəs? G-dəki x-in yerinə fx-i qoyuram. 3x üstəgəlsin m və üstəgəlsin 6. İndi mötərizələri bura qaçaq, oradan da m-i tapaq. Olacaq 3mx üstəgəl 18 üstəgəl m
bərabərdir 3mx üstəgəl m kvadratı üstəgəlsin 6. 3mx'lər gedər hər iki tərəfdən. İndi tənliklərdə bunların hamısını bir tərəfə yıxsam, m kvadrat çıx m çıx 12 bərabərdir 0. Görünür ki, m müsbət 4 ilə mənfi 3'dür. Hansını soruşur? M parametrin hansı müsbət qiymətində cavabımız olacaq? Təbii ki 4. 10-cu sualda cavab oldu A variantı. Baxıram 11-ci suala. Görün nə deyir uşaqlar. Deyir ki, m'in hansı qiymətində vektorları paraleldir. İki vektorun paralel olması üçün və yaxud kolinear olması üçün uyğun koordinatlar nisbəti bərabər olmalıdır. Yəni, 2 bölünsün m bərabər olmalıdır 6 böl mənfi 12. Bu da bərabər olmalıdır mənfi 12 bölünsün 24. Şöyle bu birinci və ikinci kəsirləri bərabər eləsək, vurun çarpaz. 6m bərabərdir mənfi 24. Buradan da m tapıldı mənfi 4. 11-ci sualda cavabımız oldu Y variantı. Keçirəm 12 nömrəli sualımıza. Oxşarlıq gəldi. Qulaq asaq uşaqlar. Deyir, ABCD trapesiyasında BAC bucağı CDA bucağına bərabərdir. Onda mən bunlara alfa yazıram. AD verilib 15. AC 9 verilib. CD 8 verilib. Və bizdən AB-ni soruşurlar. Burada yazıram X. Uşaqlar, burada Z tərifini görürsünüz məncə. B, C, A, D şəklində. Z tərifində olan bu bucaqlar bərabərdir deyə beta yazıram. İndi ABC bucağının bucaqlarını izlə. Alfa var, beta var. Üçüncüsünün adına nə deyim? Gamma. İndi ACD üçbucağını izləyin. Alfa var, beta var. Bu üçüncüsünün adına deyəcəm gamma. ABC üçbucağında alfanın qarşısı yoxdur. BC fikir versiniz yoxdur. Onda keçirdim betanın qarşısına. ABC'də betanın qarşısı X. ACD'də betanın qarşısı 8. Bərabərdir. ABC'də gammanın qarşısı 9. ACD'də gammanın qarşısı 15. Çarpaz vuraq. 15x bərabər oldu 72. Buradan x'imiz bərabər oldu. 72 bölünsün 15. Hər ikisini 3'ə bölsəm, aşağıda 5, yuxarıda 24. Bu da bizə bəli 4,8'i verəcək. 12-ci sualda cavab oldu C variantı. Davam edirik. 13 nömrəli sual. Görək nədir? ABC üçbucağında A 75, B 45 dərəcədir. AB 3 olarsa AC tərəfini tapın. Hiss elədim ki, sinuslar teoremi tətbiq eləyəcəyik. Quraq bir dənə ABC üçbucağını. ABC üçbucağını quraq. Bura olsun A, bura olsun B, bura olsun C. A-nı verib 75 dərəcə qeyd elədim. B-ni verib 45 dərəcə, bunu da qeyd elədim. Onda C bucağına neçə dərəcə qalar? 60. Toplam 180 olmalıdır deyə. AB-yə 3 yazıram və AC tərəfini soruşur, burada yazıram X. İndi fikir versiniz uşaqlar. Tərəf var, qarşı bucağı var. Tərəf var, qarşı bucağı var. Yəni iki tərəf ki bucaq var idisə, yadımıza nə düşürdü? Sinuslar teoremi. X bölünsün sinus 45 dərəcə bərabərdir 3 bölünsün sinus 60 dərəcə. Uşaqlar, sinus 45'in qiyməti kökdə 2 bölək 2'dir. Sinus 60'ın qiyməti kökdə 3 bölək 2'dir. Buradan bu ikilərimiz gedir. 3 ilə kökdə 3 də getsə, burada 1, burada kökdə 3 qalar. Çarpaz vuranda kökdə 2 vur kökdə 3 verdi bizə kökdə 6'nı. 13-cü sualda cavab oldu A variantı. Davam edirik 14 nömrəli sual. Funksiyalardan hansıları birinci rübdə artandır? Uşaqlar, tangens bütün rüblərdə artan idi. Yəni, sorğu-sualsız tangensi seçməliyik. Sinus x 1-də 4-də artan, 2-də 3-də azalandı. Demək ki, 1-də artdı. 2-ni də seçəcək. Elə cavab tapıldı. Kosinus harada artan idi? 3-4-də artan, 1-2-də azalandır.
Kotangens bütün hürflərdə azalandı. 14-cü sualda cavab oldu B variantı. Bunu onsuz da əzbər bilməlisiniz. Baxırıq 15-ə. 15-ci sual. Limitini hesablayın. Uşaqlar necə eləyərik? Yuxarını, aşağını, vuruqlarını ayrı. Bacarıq da. Ya da l'hopital yaza bilərsiniz. 0/0 alınırsa. Yuxarı vuruqlarını ayrı. X üstəgəl 6 ilə x çıxılsın 2-dir. Elə bir ki, bu mənfi 12-ni müsbət 6, mənfi 2 şəklində parçaladım. Aşağısı da x topla 2 ilə x çıxılsın 2-dir. X çıx 2-lərimiz getdi. İndi x-lərin yerinə 2 qoyun. 2 üstəgəl 6, 2 üstəgəl 2. 8/4. Bu da bizə verdi 2-ni. 15-ci sualda cavab oldu D variantı. Bəs l'hopital qaydasında necə eləyirdik? L'hopitalda əgər 0/0 alınırsa, sürətin ayrı törəməsi bölünsün məxrəcin ayrı törəməsi. Sürətin törəməsi 2x üstəgəlsin 4. Məxrəcin törəməsi sadəcə 2x. X-in yerinə 2 qoy. 4 üstəgəl 4 elədi. Aşağısı da 4 elədi. Yekun cavab yenə 8/4-dən oldu 2. Növbət sualımız gəlsin. 16. Deyir ki, 100 kubmetr havada 22 kubmetr oksigen var. Tənasüb quracaq da. 100 kubmetr havada, buraya yazıram hava. 22 kubmetr nə var? Oksigen var. Uzunluğu 15, eni 6 və hündürlüyü 3 olan otaqdakı oksigenin həcmini tapın. Uşaqlar, otağın forması eni, uzunluğu, hündürlüyü olduğundan deyəcək ki, paripet formasındadır. Onda bu otağın həcmini ABS düsturu ilə tapmaq olar. Yəni 15, 6, bir də 3. Bir-birinə vurdum. Bu verdi bizə 270 kubmetr. İndi 270 kubmetr havada nə qədər oksigen olduğunu tapaq. Nə eləyərəm? Çarpaz vuracaq. 100x bərabərdir. 22 vurulsun 270. Buradan da x bərabərdir. Necə eləyək aşağılar? 5940. 59 onda 4'dür. Bax, bununla bu getsin, düzdürmü? Bununla da bu gedəndə onda 2 onda 7 qaldı. 22'ni 2 onda 7'yə vurun. 44 var. Bir də 15 tam onda 4 var. 59 tam onda 4 kubmetr. Cavabımız oldu D variantı. Keçirəm 17 nömrəli suala. Deməli yazıb ki, kotangens 3x çıxılsın pi/4 bərabər -1 tənliyini həll edin. Uşaqlar, kotangens mənfi ədədlərə bərabər olanda pi-dən çıxırdıq, xatırlayırsınızsa. Yazmalıyam onda nə? 3x çıxılsın pi/4 bərabərdir pi çıxılsın pi/4 üstə gəlsin pi-k. Hatırladınızmı bu yazdığımı? 3 pi/4'ə bərabər idi də -1'i. Mənfi pi/4'lər getsin hər iki tərəfdən. 3x bərabər qaldı. Pi topla pi-k. Hər birində 3'ə bölün. Cavabım oldu. Pi bölünsün 3. Üstə gəlinsin. Pi-k böl 3. Hansı bənd? D variantı. Başa düşdük. Baxırıq 18'ə. 18. Təbii ki, nə eləyəcək uşaqlar? N faktoriala özümdən bir dənə t deyəcəm. Yazıram. N faktorial bərabərdir bir dənə t. Və n faktoriallara, n faktorialın kvadratı olacaq t'nin kvadratı. Çıxılsın 5t, çıx 2 bərabərdir 0. İndi bunun kökləri, yəni bunun vuruqlarını ayırsam belə eləyərəm. 3t kvadrat çıx 6t üstə gəl t çıx 2 bərabər 0. 3t'ni çıxartdım, qaldı burada t çıx 2. Buradakı t çıx 2'ni də mötərizə ilə yazdım. T çıx 2'ləri bir dəfə də çıxardım. Qaldı 3t topla 1 bərabərdir 0. Köklər göründü ki, biri 2 imiş, biri də -3'də 1 imiş. İndi t də biz demişik n faktoriala.
n faktorial bərabər 2. Həmçinin n faktorial bərabərdir mənfi 3/1. Uşaqlar, n faktorialın mənfi 3/1 olması mümkün deyil. Boş çoxluq. N faktorial 2-dirsə, onda tapdıq ki, n özü nədir? 2. Çünki 2-nin faktorialı bizə 2-ni verər. 18-ci sualda cavab oldu C variantı. Sonra davam edirik. 19 nömrəli sualımız. Deməli uşaqlar, icazə var ki, buradakı bu kvadratı nə edək? Qarşıya keçirək və 2-nin kvadratını 4 yazaq. Yəni yazıram onda 4-ün üstü loqaritma 3 əsasdan x. Vur olsun. 125 nə idi? 5-in kubu. Buradakı 27-ni 3 yazıb, 3-ü qarşıya aşağıdan keçirirəm deyə 3/1 şəklində atmalıyam. Yerində qaldı loqaritma 3-dən x. Bərabərdir 400 hələ ki qalsın. İndi buradan bu 3-lər gedir. Fikir versiniz uşaqlar. İkisində də qüvvət eynidir. Loqaritma 3-dən x, loqaritma 3-dən x. Bunu bir mötərizənə yazsam. 4 vur 5-in üstündə loqaritma 3-dən x. 400 də nə deməkdir? 20-nin kvadratı. 4 vur 5 də 20. Bunun bu biz tərəfi də 20. Onda bu 20-ləri aparıram. Sonda qaldı loqaritma 3-dən x bərabərdir 2. X də bərabər oldu 3-dür 2. Yəni neçə? 9. 19-cu sualda cavabımız oldu A variantı. Keçirik 20-yə. İştiqlənmiş hissənin sahəsini bizdən soruşur. Uşaqlar, gəlin əvvəlcə A və B nöqtələrinin koordinatlarını tapaq. Baxın, buradakı B nöqtəsi y oxu üzərindədir deyə. Y oxu üzərində olan nöqtənin apsisi nə olur? 0. X-ə 0 verirəm. Y-i tapıram. X-ə 0 verəndə 12y çıx 60 bərabər 0-dan y tapıldı 5. Deməli, bunun koordinatı oldu 0, 5. Bəs hündürlük olaraq, məsafə olaraq nə qədərdir? Bura oldu 5. İndi A-nın koordinatını tapaq. A hansı ox üzərindədir? X ox üzərindədir. Demək ki, bunun y-i 0-dır. Y-ə 0 verək. 0 verəndə mənfi 5x çıxılsın 60 bərabər 0. Buradan x nə tapıldı? Mənfi 12. Onda A-nın koordinatı olar mənfi 12, 0. Uşaqlar, bəs buradakı bu AB məsafəsi, əslində bu B səhvdir ki, bu P olmalıdır. Testin özündə P-dir. AP məsafəsi nə qədər olar? Fikir versinizmi? Mənfi 6 0-dan mənfi 12 0-a gəlinir. Demək ki, AP məsafəsi 6 imiş. İndi ştriklənmiş üçbucaq hansı növ üçbucaqdır? Körbucaqlı üçbucaq. Körbucaqlı üçbucaqda oturacağa çəkilən hündürlük kənara çəkilirdi, uzantıya çəkilirdi. Onda yazacağım S bərabərdir 2-də 1 A H düsturundan 2-də 1 vurulsun 6 vur 5. Nəticəmiz nə oldu? 15. 20-ci sualda cavabımız oldu Y variantı. Aydın olurmu? Tamam. Baxırıq 21 nömrəli sualımıza. Deməli uşaqlar, bilirəm ki, kvadratla kök getdikdə ifadə necə qalırdı? De, bax bundan bu. Modulda yazıram. Modulda A çıx B. 25A kvadratından isə 5 modulda A çıxacaq. 5-i modulda yazmağa ehtiyac yoxdur. Onsuz da ədəddir. İndi, əgər A kiçikdirsə 0-dan, o da kiçikdirsə B-dən, onda A-nın mənfi, B-nin müsbət olduğunu bilməliyik. A mənfi B müsbətdirsə, A çıx B fərqi mənfi ədəd olacaq. Onda bu moduldan necə çıxar? Əksinə, yəni B çıx A. Sonra A-mız mənfidir deyə, buradakı A əks işarə ilə çıxmalıdır. Mənfi A olaraq çıxacaq. 5-ə də vuranda mənfi 5A. Yekun cavabım B çıxılsın nə oldu? 6A. 21-ci sualda cavab oldu Y variantı. Çatdı? Rahatdır. Davam edirik. 22 nömrəli sualımız. Deyir ki, bərabərsizliyini həll edin. Uşaqlar, bu kəsirin sürəti necə dəhddir deyib? Sürəti mənfidir. Düşünürəm ki, mənfini nəyə bölüm ki, nəticədə mənfi olsun? Müsbətə.
Onda 2 çıxılsın x'imiz böyük olmalıdır 0-dan. Mənfi x böyük oldu mənfi 2-dən. Mənfiyə də vursam x kiçikdir 2. Yəni cavabımız oldu mənim sonsuzluqdan 2-yə qədər. 22-ci sualda cavab oldu B variantı. Növbəti gəlir 23 nömrəli sualımız. Deyir ki, radiusları 3, 4 və 5 olan 3 kürə verilmişdir. Həcmi bu kürələrin həcmləri cəminə bərabər olan kürənin radiusunu tapın. Uşaqlar, kürənin həcm düsturu necə idi? 3-də 4 pi r-in kubudur. İndi radiusu 3, 4 və 5 olan kürələrin həcmlərini toplayaq. Bərabər eləyək 3-də 4 pi r kubuna. Yazıram. 3-də 4 pi 3-ün kubu. Bu birinci kürənin həcmidir. Danışmayın da ayqala. Bayaqdan üzrə tərs-tərs baxıram. Nəticə çıxartmırsınız bundan. 4 dəfə, 5 dəfə qayıtdım baxdım. 3-də 4 pi vurulsun. Nə yazacam? 4-ün kubu. Üçüncüsü də olacaq. 3-də 4 pi vurulsun. 5-in kubu. Bərabər olmalıdır. 3-də 4 pi r-in kubuna. Çatdı mı? Tərs-tərs həcmlərini topladım. Bərabər elədim başqa bir kürənin həcminə. Uşaqlar, 3-də 4 piləri hər birindən ixtisar eləyirəm və qiymətlərini yazıram. 3-ün kubu 27, üstə gəl 64, üstə gəl 125, bərabərdir r kubu. Buradan 216 r-in kubu olduğundan r özü nə qədər olacaq? 6. 23-cü sualda cavab oldu 6. Düsturu bilirsənsə yazacaqsan. Qeyri-adi bir şey tələb eləmir. 24. Baxaq. Şərtini ödəyən ABC natural ədədləri üçün A üstəgəl B üstəgəl 2C cəmini tapın. Uşaqlar, ilk 3 dənəsinə diqqət yetirsəz. Nə isə xatırladır mənə. A plus B-nin xaricdən kvadrat çıxılsın C kvadrat bərabərdir 13. İndi isə kvadratlar fərqi yarandı. Nə iş görəcəm? A üstəgəl B bir dəfə çıx C, A üstəgəlsin B bir dəfə də üstəgəlsin bərabərdir. Uşaqlar, məsələnin şərtində ABC-ni natural verdiyinə görə mən bu 13-ü məcburam ki 1 vurulsun 13 yazım. Bu natural şərti verməsəydi uşaqlar, məsəl üçün kimsə qayıdıb deyə bilər ki, mən bəlkə bunu 2 vur 6 onda 5 yazmaq istəyirəm. Çatdı nə demək istəyirəmsə, o natural şərtini veribdir deyə məcburuq ki 1-dən 13 yazaq. İndi bundan sonra belə bir cümləmiz var idi. Kiçik kiçiyə bərabər olmalıdır, böyük də böyüyə bərabər olmalıdır. Tənliklər sistemi quraq. A üstəgəl B çıx C bərabərdir 1. A üstəgəlinsin B üstəgəl C bərabər oldu 13. İndi topladım tərəf-tərəfə C-lər getdi. 2A üstəgəlsin 2B bərabər oldu 14. Onda A üstəgəl B cəmi nə qədər oldu? 7. A üstəgəl B cəminin yerinə 7 yazıram ikincisində. 7 topla C 13 olduğundan C-miz də tapılacaq 6. İndi bizdən soruşur A üstəgəl B üstəgəl 2C ifadəsini. A üstəgəl B-yə 7. C-nin də yerinə 6 yazanda 7 üstəgəl 12-dən cavabımız olacaq 19. 24-də cavab oldu 19. Başa düşə bildik? Tamam. Baxırıq 25-ə. Maraqlı suallardan biri idi. Diqqətiniz məndə olsun. Deyir, tənliyinin sonsuz sayda kökü olarsa 7m bölünsün m üstəgəl n ifadəsinin qiymətini tapın. Uşaqlar, bu tip tənliklərdə ilk işimiz bu tənliyin növünü müəyyənləşdirmək olmalıdır. Hansı növ tənlikdir? X-lərin dərəcələrini izləyirsiniz. X-lərin dərəcələri 1-dir deyə bu xətti tənlikdir. Xətti tənlik də nə zaman sonsuz sayda qiymətlərini alırdı? AX bərabərdir B yazılışında A da 0, B də 0 olanda. İndi əvvəlcə mən bunu AX bərabər B şəklinə gətirirəm. Bunun üçün bütün X-ləri yığıram sol tərəfə. M-in kvadratı X üstə gəl N-in kvadratı X çıx 7X
bərabərdir 2mn çıxılsın 7. X-i də çıxartsam, m kvadrat üstəgəl n kvadrat çıx 7 vurulsun x bərabər oldu 2mn çıxılsın 7. İndi görünür ki, a-nın yerinə m kvadrat üstəgəl n kvadrat çıx 7 durur, 0 olmalıdır. B-nin yerinə də 2mn çıx 7 durur, bu da 0 olmalıdır. Onda m kvadrat üstəgəl n kvadrat çıx 7 bərabər 0. Həmçinin 2mn çıx 7 bərabərdir 0. İndi uşaqlar, bu tənliklər sistemini biz birləşdirsək. Bax, fikir verin, bax, belə deyim. Birincisindən. M kvadrat üstəgəl n kvadrat nəyə bərabərdir? 7-yə. İkincisindən 2mn nəyə bərabərdir? Bu da 7-yə. 7 ilə neynidir deyə? 7 ilə neynidir deyə? Bu da bu hissələr eynidir deyə. M-in kvadrat üstəgəl n-in kvadratı da 2mn-lə neyni olmalıdır? İndi bu 2mn-i keçirin sola. M kvadrat çıx 2mn üstəgəl n kvadrat bərabərdir 0. Bu mənə verdi m çıx n-in kvadratını. Buradan da m çıx n bərabər 0. Tapdım ki, m nəyə bərabər imiş? N-ə. İndi gətirin m-in yerinə n qoyun. Soruşulan ifadədə. Soruşulan ifadə 7n bölünsün m üstəgəl n idi. M-in yerinə n qoy dedim. 7n bölünsün n üstəgəl n. Tapdım 7n bölünsün 2n. Cavabımız da oldu 3,5. 25-ci sualda cavab oldu 3,5. Başa düşdüyümü? Tamam. Maraqlı sualdır. Keçirəm 26-ya. Sual. Bucaq D 120, bucaq B 70 və D1 D2-yə paralel olarsa, A bucağının dərəcə ölçüsünü tapın. Uşaqlar, əslində bu hazır düstur idi da. Bu alfanı tapmaq üçün 120-dən çıxırdıq 70-i. Cavabımız nə oldu? 50. Düstura əmin deyilsinizsə, belə eləyə bilərsiniz. Bu da bax bu D-ni uzatsam, bura 70-dir deyə, bunun burası da 70 olacaqmı? İndi 120 dərəcə özünə qonşu olmayan alfa və 70-in cəmidir. Onda yazacağım. Alfa üstəgəl 70 bərabər 120-dən. Yenə alfanı tapmış olursunuz 50 dərəcə. 26-da cavab oldu 50. Hətta burada bu AD-ni də belə sürüşdürüb. Bunun burasına 120 yazardım. 120 isə bunun daxil nə qədər oldu? 60. 70, 60, 130. Demək ki, A-ya qaldı neçə dərəcə? Yenə də 50 dərəcə. Davam edirik. 27 nömrəli suala baxaq. Ümumi həddi verilmiş ardıcıllıqlar üçün uyğunluğu müəyyən edin. Uşaqlar, birincisinə baxsaq, birincisi deməli xətti formadadır. Xətti formada verilən ardıcıllıqlar ədədi silsilədir. Buna necə əmin olmaq olar? Gəlin belə eləyək. Birincisi üçün danışıramsa, x1 nəyə bərabər olar? 1-ə. x2 nəyə bərabər olar? x2 mənfi 1-ə. x3 nəyə bərabər olar? Mənfi 3-ə. x4 nəyə bərabər olar? Bunda deyil. Mənfi 5. Hiss elədiniz mi uşaqlar? 1, mənfi 1, mənfi 3, mənfi 5. 2 azalır. Demək ki, D-miz mənfi 2-dir və ardıcıllıq özü ədədi silsilədir. Onda 1-ə uyğun gələn dəqiq B variantıdır. Çünki ədədi silsilədir. Bir də bunların hamısının toplamı mənfi 8-i verər də. Ona görə 1-ə həm də uyğun gələcək D bəndi. İndi ikincisini incələyək uşaqlar. Yazıram. Y1. Y1 nəyə bərabərdir sizcə? 4-ə. Y2 nəyə bərabərdir? 8-ə. Y3 16. Y4 32. Y5 64 və s. Hiss elədiniz. Nə hiss elədiniz? Küsü 2-yə bərabər olan həndəsi silsilədir. Həndəsi silsilədir. A dəqiq uyğun gəlir. Bəs Y bəndi, bir dənə Y-yə də baxın. İlk 5 həddin cəmi 32 mümkün deyil. Gəl. İkisini də yazdım. Çatmadı vaxtı. Yaxşı. Gəl gedir. Üçüncüsünə baxaq uşaqlar. Z1.
Kömək edin mənə. Sağ olun. Z1 nə olar? 6. Z2 8. Z3 bu 18. 16 üstə gəl ki. Z3 66. Uşaqlar Z4 də tapaq. 258. Nəsə hiss olunurmu? Nə ədədi silsilə deyil, nə də həmdə silsilə deyil. Silsilə deyil. Bu da uyğun gəldi C bəndi. Y bəndi heç birinə uyğun gəlməyəcək. 1BD, 2A, 3C. Gəlin situasiyasına da baxaq. Deyir ki, vedrə doğranı 15 sm olan kəsik konus formasındadır. Vedrənin bağlı olan kiçik oturacağının radiusu 10'dur. Vedrənin yan səthi 7 müxtəlif rəngdən istifadə edərək 5 zolaqdan ibarət olmaqla rənglənməlidir. Vedrə 650 qram 20%, vedrədə 650 qram 20% duz məhlulu var. 28'ə baxaq. Dərinliyi 12 sm olan vedrənin hazırlanması üçün ən azı nə qədər dəmir lövhənin işləndiyini tapın. Uşaqlar, demək ki, bu kəsik konusun bizdən istəyirlər yan səthinin sahəsini, bir də əlavə olaraq oturacağının sahəsini. Çünki vedrənin üstü açıq formada daxil. İnşallah ki, başa düşdünüz, nə demək istəyirəmsə. Bir dənə qulaq asın. Bəli, üstü açıqdır deyə saymayacaq sonranı. Belə bir şey çəkdim. Deməli, doğran 15'dir. Bura yazdım 15. Vedrənin bağlı olan kiçik oturacağın radiusu nə qədər idi? 10'dur. Tamam. İndi 28'in sualda dərinliyi 12 cm olan deyib. Hündürlüyü. Bax, bura 12'dirsə, mən bu 12'ni uşaqlar buradan da çəkə bilərəm də. İndi bu hissəmiz 10'dur deyə, bunun burası da 10 olacaq. Razısınızmı? 15, 12 və bura 90 dərəcə deyə burada olacaq 9. 9, 12, 15 üçbucağı. İndi böyük yerimiz nə qədər oldu? 19. Kiçik yerimiz nə qədər oldu? 10. Elimiz nə qədər oldu? 15. İndi uşaqlar, dəmir lövhə haralara istifadə olunubdur? İlk növbədə oturacağa nə deyəcəyik? Pi r-in kvadratı. Üstə gəlmişsin. Bir də yan səthinin sahəsinə. Konusda yan səthinin sahəsi düsturu. Belə idi. Pi, böyük yer üstə gəl, kiçik yer vurulsun L. Bu arada bunu mən böyük yer kvadratı yazmaqla səhv elədim. Kiçik yer kvadratı yazmalıyam. Başa düşdünüzmü? Çünki aşağıdakıdır. İndi yerinə qoysaq uşaqlar. Nə olacaq? P-nin yerinə də 3 qoyuram. 3 vurulsun 10'un kvadratı. 3 vurulsun 10 üstə gəl 19. 19 üstə gəl 10 deyək. Vurulsun 15. 300 üstə gəl 29 üstə vuranda 87. 87 vurulsun 15. Bu da nə qədər verər? 1605. 300 də gəldi üstünə. Cavabımız oldu 1605. İnandıq ki, bəndik. Bəli, kəsik konuşun, bax. Çatdı mı? Tamam. Sonra 29'a baxaq uşaqlar. 29. Deyir, birinci və axırıncı zolağın rəngi qırmızı və ya sarıdır. Deməli, 1, 2, 3, 4, 5 dənə rəngdən istifadə olunmalıydı. Birinci və axırıncı qırmızı və ya sarıdır. Hər zolaq müxtəlif rəngli olmaqla vedrənin səthi neçə müxtəlif üsulla rəngləmək olar? Uşaqlar, 5 dənə belə xana çəkirik, xatırlayırsınızsa. Birinci və axırıncı zolağın rəngi qırmızı və ya sarıdır. Və hər zolaqda müxtəlif rəngdədir. Onda nə ola bilər? Əgər mən bura qırmızı yazsam, onda məcburam ki, sona nə yazım? Sarı.
və hamısı da müxtəlif rəngdədir deyə bu orta hissəyə neçə cür rəng istifadə edəcəyik? Bura 3 cür qalacaq, bura 2 cür, bura 1 cür. Bunların hasili bizə nəyi verdi? Bu arada bu kənarlar 1 cür təyin olunur. Neçə elədi bu bizdə? 6. İndi bir də bunun yerləşməsini eləməliyəm. Yerləşməsi necə olacaq? Sarı, qırmızı, yenə 3, 2, 1. Bu da yenə bizə 6 verdi. Toplamda neçə hal mümkün oldu? 12. Nədir? Ha, elə bir şey var idi. Gözlə görüm, unutduq deyəsən. Hə, 7 müxtəlif rəng deyilmiş aşağılar. Bir dəqiqə. Onda yenə bura qırmızı, bura sarı. Bunlar bir-bir təyin olunur, düzdürmü? 7 toplam rəngdən birini əvvələ, birini sonuna yazdım. Qaldı yerində 5 dənə. Onda bu orta hissəyə 5, 4, 3 qalacaq. Bu nə verdi bizə? 60'ı. Hə. İndi bura sarı, bura qırmızı olsa, bura yenə 1-1 yazacaq. Bura 5, 4, 3 qaldı. Bunların hasili yenə bizə 60'ı verdi. Cavabımız 60 səviyyəli 60'dan oldu deməli 120. Aydındır? Tamam. Və baxırıq 30'a. Uşaqlar 30 üçün bir dənə şərt vermişdi burada. Bir vedrədə 650 qram 20% duz məhlulu var. Bunu da buna qoşmalıyıq uşaqlar. Vedrədə 650 qram 20% duz məhlulu var. Yəni 130'u duzdur. Yerdə qalan nə qədərdir? 520. 520'si sudur. İndi sualı oxuyaq. Bir vedrədəki məhlulun üzərinə 50 qram duz, 300 qram 40% duz məhlulu əlavə etdilər. Uşaqlar 50 qram duz gələcəm bura. Bir də 120 qram duz gələcəm. O 120 hardan gəldi? 300'ün 40%. Burada 120 duz var. İndi ümumilikdə 50 qram bir də 300 qram. Məhluldan neçə qram əlavə olunmuş oldu? 350 qram. Onda məhluldakı miqdarımız oldu 1000 qram. Duzları toplasaz 300. Düz demədi. 130 ilə 120. 250. 50 də burada var. 300. 300 duz oldu. Məntiqlə 700'ün olacaq su. İndi neçə faizlidir? Məhlulun faizini tapmaq üçün maddəni bölürdük məhlula, vururduq 100'ə. Yəni 300'ü böl 1000'ə vur 100'ə. Cavabımız nə oldu? 30%.